Əsaslandırmaq, arqumentlər gətirmək. Nə zaman təhlildir, nə zaman dəyərləndirməkdir. Əgər şagird öz mövqeyini müdafiə eləmək üçün faktlar gətirirsə, sübutlar gətirirsə, arqumentlər gətirirsə, bu zaman dəyərləndirmək olacaq. Yəni, öz fikrini təsdiqləmək məqsədi ilə. Yox, əgər şagird oxuduğu hansısa informasiyanı təsdiqləmək üçün arqumentlər, faktlar gətirir və yaxud da ki, başqasının mövqeyini təsdiqləmək üçün, başqasının fikrini təsdiqləmək üçün arqumentlər, faktlar gətirirsə, bu zaman olacaq təhlil. Amma mən öz mövqeyimi müdafiə etmək üçün nəsə bir sübut, fakt gətirirəmsə, o zaman dəyərləndirməkdir. Yəni, bunu bu cür seçirik. Bəzən müəllimlər deyir ki, əsaslandırmaq varsa təhlildir və yaxud da deyir, əsaslandırmaq varsa dəyərləndirməkdir. Xeyr, əsaslandırmaq hər ikisində var. Əgər nəyisə analiz eləyirəm, əsaslandırıramsa, bu da təhlildir. Yox, analiz eləmirəm, əminəm, mövqeyimi qoymuşam və mövqeyimi əsaslandırıramsa, bu zaman olacaq dəyərləndirmək.